Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda Telegram kanalımda paylaşdığım Azərbaycan dili suallarının izahlarını sizlər üçün paylaşacağım. İzaha keçmədən öncə məlumatınıza çatdırım ki, bizim inşallah 3 aprel tarixində ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən yeni onlayn qruplarımız dərslərə başlayır. Dərslər həftədə 3 dəfə olacaq. 1-ci və 4-cü günləri dərslərimiz saat 20:00-da keçiriləcək. Bu dərslər ümumi proqramı əhatə eləyəcək. Hər bir mövzunun izahı, dərs zamanı sual-cavab, mövzu və ümumi sınaqları əhatə eləyəcək. Bir də həftənin bazar günləri sırf olaraq mətnlərdən ibarət canlı yayımlarımız olur. Bu bazar günü adətən saat 12:00-da olur. Hər həftə mətnlər üzrə canlı yayım edirik. Deməli, bizim ilk dərsimiz olacaq bu həftənin 4-cü gün. Tam ətraflı məlumat, ödəniş və digər məsələlər üçün 055 418 82 02 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən keçək suallarımızın izahına. Biri düzəltmə feil deyil. İlk sualımız. Baxaq. Diləmək sözü dildən diləmək olur. İnsan dili ilə diləyir. Bu düzəltmədir. Boşanmaq, boşamaq daha doğrusu boşdan boşamaq olur. Düzəltmədir. Ələmək, əldən ələmək olur. Bu da düzəltmədir. Gücənmək, güc verib gücənmək. Sevinmək sadədir. Sevmək ilə sevinməyin heç bir əlaqəsi yoxdur. Məsələn, deyək ki, siz MİQ imtahanından yüksək bal toplayıb sevinmisiniz. Amma bunun üçün sevmək şərt deyil. Sevmək aşiq olmaq deməkdir. Sevinmək isə tamamilə aşiq olmaqdan fərqli bir mənadır. Ona görə bu sadə sözdür. Doğru cavabımız olacaq Y variantı. Davam edirik növbəti sualdan. Hansı cümlədə leksik norma pozulmuşdur? Baxaq görək. Hələ də ağlına sığışdıra bilmədiyi bu hadisənin təsirindən çıxa bilməmişdi. Göylər belə onun halına göz yaşı tökdü. Əsmərin qəlbini müayinə etdilər. Əsmərin qəlbini yox, ürəyini müayinə edirlər. Qəlb burada öz yerində doğru işlənməmişdir. Elə cavab C variantı olacaq. Sanki dağlar da onun bu səssizliyini duyurdu. Anam bizim üçün də yemək çəkdi. Bunlar uyğundur. Doğru cavabımız olacaq C variantı. Davam eləyək növbəti sualdan. Bakıda yaşayanda nədənsə onun gözlərində həmişə qayğı olardı. Sintaktik təhlil istəyir. Qaydalar deyir ki, olmaq, etmək, eləmək feilləri əgər yaşamaq, mövcud olmaq, var olmaq mənalarında işlənirsə müstəqildir, işlənə bilmirsə mürəkkəb feilin tərkibidir. İndi burada Bakıda yaşayanda nədənsə onun gözlərində həmişə qayğı mövcud olardı demək olar. Yəni olmaq feilini mövcud olmaq, var olmaqla əvəz eləmək mümkündür. Ona görə də burada müstəqil olacaq. Yəni olardı, nə olardı? Qayğı. Nə vaxt? Həmişə. Bakıda yaşayanda nədənsə onun gözlərində, nədə onun gözlərində, nədənsə, yəni nə səbəbə bu səbəb zərfli idi. Harada? Bakıda yaşayanda. Daha sonra nə vaxt, nə zaman? Anda, əndədir bu. Nə vaxt Bakıda yaşayanda zərfli, tamamlıq, zərflik, xəbər. Deməli, bu sual Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün olan vəsaitindən götürülmüş bir sualdır. Bu sualda variant sırf olaraq bu formada verilib. Yəni sualda bir səhvlik var idi. Qayğı sözü burada ayrıca mübtəda olaraq götürülməyib. Amma bu böyük bir yanlışdır. Ola bilsin ki, testə hazırlayanda buna fikir verməyiblər. Burada doğru cavabımız A'dır. Amma burada zərfliklə xəbər arasında mütləq ki, mübtəda yazılmalıdır. Testdə bir xəta var. Bunu da qeyd eləyin. Davam edirik növbəti sualdan. Latınca qeyd aparmaq, əlavə etmək deməkdir. Arayış, annotasiya, akt, protokol, rəy. Bu annotasiyaya aiddir. Doğru cavabımız olacaq burada B variantı. Yazılışı, tələffüzü səhv verilən, daha sonra yazılışı düzgün, tələffüzü səhv verilən sözlərin nəyini istəyir bizdən? Sayını istəyir. Kin-küdurət yazılışı düzgündür, tələffüzü səhvdir. Küdurət tələffüzü U uzun tələffüz olunmalıydı, qeyd olunmayıb. Deməli, biri götürəcəm. Söhbət yazılışı düzgünü, tələffüzü səhvdir. İçində götürəcəm. Təxris yox, bu söz yazılır. Tərxis yazılışı səhvdir. 3-ü götürə bilmirəm. Gülləbaran sözünün yazılışı
Güllə baran olacaq. Yəni hər ikisi A-dır. O burada yanlışdır. Müttəhim olacaq. Baxın, 2 dənə H var burada, yox. Müttəhim. 2 dənə T olmalıdır. Burada mütəhhim yazılıb. Bu yazılış yanlışdır. Yəni 3, 4, 5-də yazılış yanlışdır. 1, 2 bizim doğru cavabımız olacaq. 2 dənə sözdə cavab B variantı. Davam eləyək. Hansı nümunədə yer zərfliyi yoxdur? Birazdan idarədən uzaqlaşan atlı silah dəstə kəndin ayağına tərəf üz tutdu. Haraya? Kəndin ayağına tərəf. Özü də atın belinə sıçradı. Burada at belinə sıçradı. Haraya deyə bilmirəm. Nəyə? Atın belinə. Burada tamamlıq var, amma yer zərfliyi yoxdur. Cavab B variantı olacaq. Adamları evli eşikli, arvadlı uşaqlı arabalara doldurub harasa göndərdilər. Haraya? Harasa. Bu yer zərfliyidir. Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Haraya göndərmişdi? Onların yanına. Burada da yer zərfliyi var. Bir gün gəlin körpəsini qucağına alıb ağzında yaşamaq ağzında yaşmaq olacaq bu. Qaynanasının qarşısına gəldi. Haraya gəldi? Qaynanasının qarşısına. Burada yer zərfliyi var. Yəni hər birində var, bir dənə B variantında yoxdur. Cavabımız olacaq B bəndi. Davam eləyək. Nümunədə yoxdur. Pristav bu sözləri deyib stəkanı uzatdı bir zabitə və onun yanında oturan arvad tərəfə. Fe'li bağlama tərkibi. Fe'li bağlama tərkibi. Pristav bu sözləri deyib, bəli. Fe'li bağlama tərkibi var. Deyib sözündə. Düzdür bu. İsmi birləşmə, deməli, onun yanında var. Fe'li sifət tərkibi. Onun yanında oturan arvad. Hansı arvad? Onun yanında oturan. Bəli, fe'li sifət tərkibi də var. Bu arada deyə bilərsiniz, müəllim, burada həm onun yanında isim birləşmədir, onun yanında oturan fe'li birləşmədir. Bəli. Burada onun yanında oturan bu ifadənin tərkibi özü ən sonuncu əsas tərəfin fe'li sifətdir. Ona görə də fe'li sifət tərkibidir bütövlükdə. Fe'li sifət tərkibinin aslı tərəfi İsmi birləşmə ilə ifadə olunub. Yəni, nümunənin tərkibində ismi birləşmə də var. Təyin vəzifəsində olan ismi birləşmə. Yəni, buranı təmizləyək. Təyin vəzifəsində olan ismi birləşmə. Pristav bu sözləri deyib, bu sözlər, hansı sözlər? Bu, demək, ismi birləşmə təyin olur deyirsə, məqam belə olmalıdır. Məsələn, usta köməkçisi Əliyev. Kim? Əliyev. Hansı Əliyev? Usta köməkçisi. Bax, burada təyin ismi birləşmə ilə ifadə olundu. Yoxsa bu uşaq nümunəsində kim uşaq, hansı uşaq, bu uşaq, bu özü ismi birləşmədir. Amma təyin vəzifəsində deyil. Bu zaman tərəflər ayrı-ayrı təhlil olunur. Bu təyindir, uşaq mübtədadır. Bütövlükdə mən ona təyin deyə bilmərəm. Bütövlükdə təyin deyirəm ilk yazdığım nümunəyə. Demək ki, təyin vəzifəsində olan ismi birləşmə bu nümunənin tərkibində yoxdur. Doğru cavabımız elə D bəndi olacaq. Y variantına da baxaq burada. Əsas tərəfi indiki zaman məzmunlu fe'li sifət olan fe'li birləşmə. Bəli, ən şəkilçisi indiki zaman məzmunlu fe'li sifətdir. Ona görə Y variantı da doğrudur. Cavabımız burada olacaq D bəndi. Daha sonra atam və anam deyir ki, nənə babalarımızı ziyarət etmək, onların qayğısına qalmaq, onlara hörmət, kömək və qulluq etmək bizim borcumuzdur. Cümləsində neçə vergül buraxılmışdır? Atam və anam deyir. Vergül. Yəni, burada deyir ki, əslində olmalıdır ki, bağlayıcısı yoxdur. Yəni, ki-ni biz artıra da bilərik özümüzdən. Deyir ki, nəyi deyir? Nənə babalarımızı ziyarət etmək, vergül, onların qayğısına qalmaq, vergül, onlara hörmət, kömək və qulluq. Bax, hörmət, kömək, qulluq, sadalanma var. Deməli, hörmətdən sonra vergül, kömək və olduğuna görə vergülə ehtiyac yoxdur və qulluq etmək bizim borcumuzdur. Deməli, bu nümunədə sayaq 1, 2, 3, 4 vergül var. Cavabımız olacaq D variantı. Deməli, bu hissədə paylaşılan mətnlərimizi qeyd eləmişik. Eyni zamanda onlayn qruplarımız inşallah 3 apreldə dərslərə başlayır.
və sınaq qruplarımız haqqında da ətraflı məlumat əldə edə bilərsiniz. Sonuncu paylaşılan Telegram kanalı suallarının izahlarını sizlər üçün paylaşdım. Bu videonun da sonuna gəldik. Kanalımıza abunə olaraq paylaşdığımız suallardan, sınaqlardan, mətnlərdən və canlılardan faydalana bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.